Əkbər, səni yenidən burada görmək xoş təzdim. Xoş gördük. Son dəfə biz çəkəndən sonra proqramı Mundial öz ritmi ilə davam elədi və bir çox maraqlı hadisələrlə rastlaşdıq. Mən istəyərdim başlayaq Paragvay-Fransa oyunundan. Son illər Mundialda belə Xaos olmur da. Xaos olmurdu. Çox oldu bu dəfə, amma Paragvaylar biraz da orijinal xaos yaratmağa çalışırdılar. Necə qaldı Paragvayın son dəqiqələr ağlında? Paragvayın mənə elədiyi çox təbii gəldi. Daha doğrusu xüsusilə də Fransaya qarşı bu cür belə harambol oynamaq və Fransanı da buna məcbur etmək. Mbappé özü də axırda deyir ki, yəni heç kim bizdən kostyum, pencək, şalvar yeyməyimizi gözləməsin də. Yəni əgər belədirsə biz belə də oynayacaq. Bunlar kimi oynamağı da bacarırıq. Yəni 4. Yəni də və mənə Paragvayın belə deyək, Paragvaya münasibət mənim xoşuma gəlmədi. Bir çox insanlar xüsusən mediada Paragvay niyə belə oynayır kimi şeylər oldu. Mən bunu biraz ikili standart kimi adlandırardım. Xüsusilə də Almaniya ilə oyundan sonra həmin Paragvayda demək olar ki, düzdür, daha Almaniyaya görə daha az harambol oynadı, amma daha aqressiv. Yəni Fransa Almaniyadan təbii ki, daha güclü komanda idi. Fransaya qarşı o cür oynamalıydı. Ancaq Almaniya ilə oyundan sonra hər kəs Paragvayı alqışladı. Fransa oyundan sonra isə hamı bunların burada nə işi var dedi. Başqa vaxt məsəl üçün qeyd edilir ki, Pep futbolu məhv eləyib, belə qısa paslar belə söhbətlərlə, amma Paragvay əsl o Cənubi Amerika ehtirasını göstərdi bizə, çirkin futbolu göstərdi bizə, necə oynamaq lazımdır. Yəni dünya çempionatında hər kəs gözə oynamalı deyə bir şey yoxdur. Ümumiyyətlə hələ playoffdasansa, sonra Paragvayın maksimalı elə belə idi də. Yəni Amerika 1-də uzandan sonra adamlar Türkiyə ilə oyunda belə oynadılar, 10 nəfər qaldılar. Avstraliya ilə oyunda 0-0 oldu. Orada qışqırırlar. Fikirlərim olar. Paragvaydan betərdir. Və xüsusilə Almaniya oyunda da düzdür. Mən belə deyərdim də, mənə xoş gəldi açığı. Yəni Paragvayın bu o ehtirasını ortaya qoyması, xüsusilə də bu cür canavar kimi, heyvan kimi oynamaları yaxşı mənada. Yəni belə futbol, belə komandalar olmalıdır dünya çempionatında. Belə komandalar dünya çempionatında olmağı çox gözəl bir şeydir. Yenə deyirəm, yəni açıq futbol oynasaydı, hər kəsin gözünə oxşayan bir futbol oynasaydı 5-6-0 darmalığına olacaqdı. Halbuki mən Fransanı hər bir halda asan qələbə qazanacağını fikirləşirdim, amma çox əziyyət çəkdilər və bu cür Fransaya qarşı belə oynamaq dəqiqətən təbii heç kim gözləmirdi ki, belə açıq futbol oynasınlar, amma xüsusilə futbolçuları biraz provokasiyaya vadar edirdilər. Amma sənə deyim ki, fransızlar yaxşı idarə edirlər. Çıxdı bu vəziyyətdən. Həqiqətən yaxşı idarə gülərək çıxdılar bu vəziyyətdən. Peşəkar komanda belə olur. Yəni belə deyək. Bunu əslində tək Paragvay eləmir. Yeri gələndə Argentina da eləyir. Yeri gələndə Braziliya yox. Üzr istəyirəm, Braziliya belə şeylər görməmiş. Amma Uruqvay da eləyir, yeri gələndə futbolçu dişləyirlər məsəl üçün. Yəni lazım gəlir. Sevirlər bu işi, hə. Yəni dişi ilə, dırnağı ilə, təpiyi ilə, yumruğu ilə qələbə qazanmağı sevən bir kontinentdir Cənubi Amerika. Amma mədəniyyətlərindən də gəlir, hə. Bu yəni də belə deyək də, o bu cür Avropa futbolu bu dəqiqə çox dominantdır Cənubi Amerika ilə müqayisədə. Daha çox baxılır, daha çox izlənir. Amma Libertadores kubokunu bir iki oyuna baxanda görərsən ki, yəni o ehtirası hiss edərsən, o ingiliscə passion-ı görərsən Cənubi Amerika komandalarında. Və mənə heç pis gəlmədi açığı. Yəni belə şey olmağı çox yaxşıdır açığı. Yaxşı ki, belə komandaları var. Yaxşı ki, Fransanın bu cür incidən komandaları var. Ki 98-də də incitmişlər bu arada. Onda Fransa ev sahibi idi. Fransa Paragvay güc bəla ilə 1-0 məğlub eləmişdi. Gümüş ya da qızıl qolla, Blanın vurduğu qolla. Chilavertdən də bu arada oyundan qabaq soruşublar. Chilavert də deyib ki, biz fransızlara qarşı oynamışdıq, amma bu dəfə biz Afrikalılara qarşı oynayacağıq. Yəni irqçilik olan qanunda var da. Bu da biraz da irqçilik təbii ki, yox deyir. Amma Cənubi Amerikalıların gözlədiyimiz bir performans. Hətta siyasətçilər desən parlamentlərində bir qadın da Mbappéyə sapladı məli başda ki, ağır sözlər. Osuz, bu nasıl yəni? Hə, çox ağır. O da belə düz etik deyil təbii ki, amma yəni Cənubi Amerikalılar düşməni elan eləməyə ehtiyac da yox idi məncə. Yəni də çox belə şey elədilər. Aşırı dərəcədə, ekstra dərəcədə çox baş qoşdular. Futboldur da, amma Amerikalılar, Cənubi Amerikalılar elədi deyə çox belə mənə batmadı açığı. Yaxşı ki, belə komandaları var. Amma sənə bir dənə batan Cənubi Amerika komandası deyim, bu Braziliya oldu və Norveçlə oyunda ikinci hissədə bəzi momentlərdə çox yaxşı qol epizodlarına malik olsalar da, hətta sonda Romario'nun epizoduna oxşayan, Romario idi, yoxsa Endrik'in qaçırtdığı bir epizodu Ronaldo'nun Romario'nun epizodu ilə göstərirlər və o anda onu bitirməlisən. Yəni və Romario əsəbləşdi ki,
yaşın bura dəxli yoxdur da. O epizod qolla bitməlidir. Braziliya olsansa bitirməlisən 39 kimi. yaşında o. Sonra müqayisə getdi. Ronaldo'nun elə bir epizodu var idi. Fenomen Ronaldo'nun. Deyəsən elə o idi. Mən ondan sonra. Qana ilə oyuna müqayisə edə keçdi belə vurdu. Okay. Yes, gedə Norveç oyunu. Belə deyim də, Braziliya Norveç oyununu düzdür. Braziliyanın Yaponiyanı necə məğlub etmişsə, elə məğlub edəcəyini gözləyirdim Norveçi, amma açığı elə də göstərirdi oyun olaraq. Dominant oynadılar. Yaponiyanın oyununda daha yaxşı oynadılar məncə bu oyunda Norveçə qarşı izlədiyim qədəri ilə. Qaçırılan penalti var idi. O mənə çatmadı ki, niyə Vinicius topu aldı verdi Brunoya. Məncə orada Ancelotti'nin istəyi var. Ancelotti pox qoydu həqiqətən də. O qədər Ancelotti'nin qərarı pox. Mən elə hiss elədim. Deyəsən Vini də oyundan sonra elə bir açıqlama verdi. Bu arada Viniyə bir paragraf açmaq lazımdır, səhifə açmaq lazımdır. Çox fantastik futbol oynayır Vini. Millidə bu mundial çox yaxşı oynadı. Indika pas verən də, ötürmə verən də oydu. Həm Mərakeşlə oyunda, həm Şotlandiya, həm Haiti, yəni təbii ki, bunlar Yaponiya oyunda o vura bilmədiyi bir epizod var, hamının keçdi az qalsın. Yəni çox fenomenal bir oyun keçirir. Təbii ki, bu da Ancelottiyə bağlamaq var. Ancelotti'nin Barcelona Vinicius tam fərqli futbol oynayır ki, onu da hiss elədik, o çağlarları hiss elədik. Ancelotti toxunuşunu hiss elədik də Vinicius'un performansında, amma Vini'dən başqa o səviyyədə futbol oynayan futbolçular demək olar ki, yəni kömək edən olmadı açığı. Braziliyada. Norveç oyunda isə birdən döndü, yəni Haalandın o xüsusən də ilk qolda gəzə-gəzə cəmi minçasına gəlməyi və epizodu hiss edib hava mübarizəsini yüksəlib Gabriel'i qabaqlayıb gol vurması. Bu arada bilirik də Gabriel'in onu battle-ları var Premier Liqada, City və Arsenal oyunlarında. Burada da Haaland qalib gəldi Gabriel'ə. Yüksək səviyyədə ayrıldı, qalib ayrıldı hava mübarizəsində. Yəni Gabriel dövrün ən yaxşı 3-4 müdafiəçilərindən biridir bu dəqiqə və həqiqətən yüksək səviyyədə bir müdafiəçidir, amma o səviyyədə Haalandın uduzması, yəni gəzə-gəzə qol vurdu Haaland, hər iki qol da elədi demək olar ki. Həm başdan vurur, həm uzaqdan vurur, yəni çox kompakt bir hücumçu. İkinci qolu klasik idi. Çox möhtəşəm oyunçudur həqiqətən də Haaland, yəni bitiriciliyi möhtəşəm. Halbuki mən Haalandı böyük oyunlarda fərqlənə bilmədiyimi bildirirdim, bitib batdığını bildirirdim ki, elə də gözləyirdim. Bu neçə dəfə olmuş Manchester City-də olarkən, amma çox yüksək səviyyədə həll elədi məsələni. Hətta yəni deyiləcək başqa şey yoxdur. Bəlkə o etapı da keçəcək daha böyük oyunlarda artıq. Yəni qarşıdan sizin İngiltərənin oyunları var. Orada necə olacaq? Həqiqətən artıq. Düzdür, belə içimə bir gəlmiş ki, Braziliya İngiltərə oyunu olmayacaq. 4-də 1-də kimsə udacaq da. İngiltərə azarkeş istəmirdim İngiltərə uduzsun, amma ehtimal verirdim az da olsa. Sadəcə Meksikanın da gücünə bələd idim deyə Meksikanı ötən bir işlədim ki, Meksika bura yaxşı futbol oynamadan gəlib. Baxmayaraq ki, Uda da gəlir, qol buraxmayıb qapısında, amma mən Yaponiya, daha doğrusu Braziliya Norveç uzanda əmin oldum ki, İngiltərə Meksikan keçəcək, Norveç rəqib var. Biz var belə şeylər instinkt olaraq, onu xüsusi nəyinə açıqlamaq olmur. Amma bir məsələni toxunmaq istəyirəm. Məsəl üçün Braziliyanın bu komanda ortağı kövrək olmağından da qaynaqlanır. Bu arada Avropa komandalarına uduzdu yenə Braziliya. Bu artıq 2002-ci ildən sonra bütün mundialda mübarizənin yanında rəqiblər hamısı Avropa milliləri olub. 2006 Fransa, 2010 Niderlandı başa düşərsən, 2014 1-7-nin də hardasa başa düşürsən. Hesaba baxmayaraq Almaniyada rəqibin. Amma 2018-də Belçikaya uduzursan, 2022-də Xorvatiya, 2026 get-gedə elə bir şey aşağı düşür biraz səviyyə. Əvvəl daha böyük bir millilərə uduzurdun, amma indi daha Avropa orta millilərinə məğlub olursan. Bu da Cənubi Amerika futbolu ilə Avropa futbolu arasında artıq uçurumun bir göstəricisidir. Bir də Braziliyanın kövrək komanda olması bayaq dediyim kimi, Argentina eyni situasiyada olsaydı çevirərdi oyunu. Kafun bir açıqlaması var. Premier Liqanın şişirdilmiş bir liqa olduğunu, orada media işçilərinin böyüklüyünü dağlara qoyduğunu düşünür, aşırı dərəcədə tərəfləndiğini düşünür. Yəni həmin Premier Liqada oynayan da demək olar ki, Braziliya məğlub olmağına səbəb olan oyunçular. Qolu buraxan Alisson düzdür, çox günahı da yox idi, amma Premier Liqada oynayır. Gabriel Premier Liqada oynayır. Qolu vura bilmir, penaltı vura bilmir, Bruno Premier Liqada oynayır. Beləcə göndərməyin də qardaş Premier Liqaya, bunu belə ya da çağırın Premier Liqadan oyuncu. O da mümkün deyil də. Yəni Braziliya uzumağı mənə biraz şok effekti verdi açığı. Çünki Norveç çox yaxşı futbol oynamırdı. Baxmayaraq ki, çox qollu oyunları keçirdi. Onu da qeyd etmişdim, amma olur da, yəni Braziliya öz ənənəsinə dırnağı arasında ənənəsinə sahib qaldı. Son tutduğu Avropa millisi Almaniyada 2002 finalında. Orada da Kambidən təzə söhbət açdı da ki, sarı kartlar ləğv ediriksə, cəzalar ləğv ediriksə, elə bizim bal haqqında cəzasını ləğv edin, finalda bal haqqını oynayaq biz Almaniyaya, Braziliyaya qarşı. Təşkil eləyər yollar. Yəni də, o da qəşəng bir söz atdı ona, yəni bu biabırçılar, onu da birazdan toxunarıq. Okey. Əkbər, ev sahibləri də biraz pis getdilər. Elə üçü də eyni gündə paket olub mübarizəni dayandırdılar.
Meksikada bu biraz dramatik formada alındı. Son dəqiqəyə qədər mübariz göstərdilər özlərini. Amerika isə o Trump'ın qərarından sonra onlara qarşı daha da belə prinsipial və aqressiv yanaşan bir Belçika ilə rastlaşdı. Kanadadakı məlum məsələ Mərakeşlə maçda oyunun böyük hissəsini belə daha dominanta yaxın keçirtsə də, topu ayağında saxlasa da və ya futbol epizodlarını keçsə də biz yenə də açıq-aşkar Mərakeş, yəni açıq-aşkar görməsə də Mərakeşin fərdi ustalığından həll elədiyi təcrübə məsələlər var idi. Ev sahiblərindən geriyə nə qaldı? Ev sahiblərindən geriyə qalan oldu ki, keçən çəkilişdə Amerikanın Meksikadan daha yaxşı olduğunu bildirmişdim ki, həqiqətən elə idi, amma ən hörmətsiz gedən elə Amerika oldu. O məncə belə deyək də Trump'ın o qərarı Baloqonun qırmızı vərəqəsini ləğv etməyə Belçikanı qızışdırdı. Bəlkə də elə bir şey olmayacaqdı. Çünki Belçikada o futbol oynanmırdı ki, Amerikaya 4 dənə vursun, 4-1 məğlub eləsin. Düzdür, fərdi səhvlər də rol oynadı, amma açığı çox yüksək səviyyədə idarə elədilər oyunu. Amerikanı göndərdilər evə. O belə deyək də, keçən verilişdə bu haqda danışırlar. Trump Amerikasında belə bir şeylərin olması artıq təəccüblü gəlmir. Hətta maç bitəndən sonra TRT-nin şərhçisidir ki, əgər bir şey baş verməsə, Belçika 4-1 finalı Vəsiyə qazandı. Yəni artıq yarı zarafat, yarı həqiqət, amma bu həqiqətən də yəni hər şey gözləyirsən bu cür qərarları verən və bu cür belə deyək də diktatorluğa deyək ya da öz başçılığa boyun əyən FIFA-nın fonunda artıq bir yerdən sonra sənə bunlar adi gəlməyə başlayır bu cür hadisələr. Amma Belçika yəni hər kəsin belə deyək də rəqabətdən qazandı. Xüsusən bu qələbədən sonra o məhv bir xəritə yayılmışdı. Amerikadan başqa hər kəs Belçikanı dəstəklədiyi dünyada həqiqətən də elə idi. Bu arada Belçikalılar da çox babat məzələndilər Amerikalılarla. Son qol. Həm Trump rəqsi, həm də ki bu sosial mediada xüsusən də yerli azarkeşlər tərəfindən belə bir mem yayıldı ki, Amerikalılar Belçikanın harda yerləşdiyini bilmirlər, amma biz orada dedik ki, biz 4-1 finaldayıq. Yəni həqiqətən də 4-1-lik qələbə ilə 4-1 finala çıxdılar. Hesabı əks etdirlər mərhələni hesabda əks etdirlər daha doğrusu. Kanada haqqında çox danışmağa şərait özü baxmayaraq ki, bir hissəyə çox yaxşı oynamışdı Mərakeşə qarşı, amma Mərakeş yüksək səviyyədə paketdədir. İlk qol, ikincisinin başlanğıcında və sonra dalınca növbəti qol, dalınca ki bir müddət keçdi açığı. Düzdür, düşündüm Kanada nəsə ciddi müqavimət göstərir, amma məlum idi orada Mərakeşin mərhələdə aldayacağı. Meksika İngiltərə oyunu isə o oyundan sonra mən özüm belə yorulmuşdum açığı. Çünki çox həm oyuna neytral baxan hər bir azarkeş həqiqətən də çox böyük bir xoşbəxtlik yaşayıb, amma bu oyun azarkeş üçün baxmaq çox çətin idi. Həm Meksika tərəfdə, həm də İngiltərə tərəfdə. İngiltərə azarkeş olsan da bu dəqiqə Meksika formasıdır. Meksikaya çox böyük bir simpatiyam var həqiqətən bu milli səviyyədə, xüsusilə də dünya çempionatlarında hər il oynayırlar, hər il rəng qatırlar azarkeşi ilə, futbolu ilə. Düzdür, bir yerə qədər aparırlar, amma xoş bir millidir. İngiltərə ilə oyunda isə düz üstünlük idilər, amma xüsusilə də o bir nüans oldu. Qırmızı vərəqədən sonra Anthony Gordon'un o qolu yaratması, penaltini qazanması Meksika ilə oyunda çox vacib anda oldu həqiqətən. Kuansa çox yersiz şəkildə, sanki bir Cənubi Amerikalıymış kimi topa getdi, lazım deyildi. Yəni bir İngilis futbolçu o cür oynamamalıdır, soyuqqanlı olmalıdır, amma daha da onsuz 2-1 hesab və 2-0-dan sonra Meksika heç sınmadı. Mən dedim ki 2 dəqiqə 2 gol, Meksika öldü və bu oyun belə də bitər ya da ki rahat İngiltərə qələbə qazanır. Çünki yaxşı oynayırdı. Yaxşı oynadığın anda 2 gol buraxmaq sınmalı, sonra məksinə oldu. Yəni 2-2 olacaqdı artıq. İlk hissədəcə 2-0-dan sonra qısa zaman kəsiyində Meksika oyunu bərabərləşdirdi, dominant oynadı. Pickford'un bir epizodu oldu, topu əla çıxartdı. Bir epizodda Bellingham topu Meksikalı oyunçunun yəni boş qapıdan çıxartdı demək olar ki, o toxunuş olmasaydı fasilə 2-2 gəzirdi və o cür atmosferdə həqiqətən oynamaq, o cür hündürlükdə, o cür atmosferdə Viagralı şəkildə oynamaq belə deyək, çox çətin olacaqdı. Sual verildi Tuchelə. Amma belə deyim, çox yaxşı idarə elədilər. Hətta 3-2-dən sonra da düzdür, Kane qol vurdu, penaltini qola çevirdi, sonra özü penaltiyə səbəb oldu. Yəni bir oyunda həm penaltiyə qol vurub, həm də penalti səbəb olan futbolçu oldu Kane dünya çempionatı tarixində. Sadəcə belə deyim də Meksikanın oyunu bir xaos var idi. İngiltərənin qapısına qarşı xaos yaratmağa çalışdı. Bacarırlar da bunu. Penalti ilə bu cür qazandılar, amma belə deyək, ciddi epizoda girə bilmədilər.
Bir də nə ilə bağlı bir şey demək istəyirdim. Bu Quinones-la bağlı adam Kolumbiyalıdır, milliləşdirilib. Bu mundialda 4 gol vurdu, amma Kolumbiyanın özü bu mundialda cəmi 5 gol vurdu. Yəni Kolumbiya gol belə deyə də hücumsuzluqdan əziyyət çəkərkən baxmayaraq ki, Diaz'ı var, Luis Suarez'i var, James Rodriguez kimi oyunçuları var, hücuma meylli oyunçuları var. Çox problem yaşadı, amma Meksikalı Quinones demək olar ki, tək başına oynadı. Bu mundialda çox da yaxşı oynadı. Bir də o məşhur mem yayıldı. Mem deyil əslində orada elə Hey Gordon, Javier Aguirre, o da klassik rəngini qatdı. Gordon'u elə deyək, zarafat yana təhqir etməsi ilə İngilis futbolçusu da dəhşət momenti idi. Yəni çox belə mən belə bir şey fikir vermədim, amma ağız quruluşunu oxumaq orada da. Hə, sonradan o mem yayıldı, səsi də yazıldı da ona uyğun da. O belə məsəl üçün rəng qatdı da mundiala. Maraqlı baş məşqçidir. Çox maraqlı baş məşqçidir. 3-cü dəfə idi mundialda o iştirak edirdi Meksikanın baş məşqçisi kimi. Ən uğurlu mundialı idi milli komandayından, amma olmadı. Yenə də 8-də 1-dən o tərəfə gedənmədi Meksika. Misir isə çox yaxınlaşmışdı, amma hər şey çox qəribə formada, dramatik formada comebacklə, Argentinanın qələbəsi ilə bitdi. Hətta belə bir zarafat gördüm ki, Allah xristianları seçdi. Bir zarafat var idi, çünki səcdəyə getdikləri hər anda artıq son dəqiqədə Messi ağlayırdı. Messinin ağlamağına gələrik. Nə maraqlı olan ikinci qola gələk. İkinci qol fouldur. Yəni foul verilə bilər. Amma mən ona foul verməzdim. Çünki epizod sonradan 100 metr, 90 metr falan da davam eləyir və çox estetik davam edir. Razısan da bu fikirlə. Çox möhtəşəm qol. Çox möhtəşəm qoldur. Belə axan oyundakı o kontratakanın verdiyi ən həzz verici qollardan biridir ki, ikinci qollar da sayılan qollar da buna yaxın idi və daha qəşəng idi. Vermədi və amma bundan ciddi formada Misir emosiya çıxartdı, biraz şişirtdi filan, amma elə bil vermək olar deyə qol. Mən qola baxarkən belə deyək də, mən Everestdə idim quizdə. Hadisə yaranmışdı. Açdım, baxdım ki, bəs mən bu arada oyuna 0-0 fikirləşirəm 90 dəqiqə. Qol olmaz, 90 dəqiqə əlavə vaxtda Argentina 1-0 ya da 2-1 udar. Cabo Verde fason 5-ə gözləyirdim. Bu arada Cabo Verde'miz də sağ olsun. Başdan xarab çıxdı. Özünü doğrultdu. Misirdən başqa cür başdan xarab gözüm. Bunlar daha betər başları xarab oldu. Hər mənada başları xarab oldu. Nəysə, quizdəyəm. Bəs əmin epizoda başlayanda adətən epizod outla bitir. O cür epizodlarda kimsə topa toxunur. Misirin futbolçusu adı yadıma deyil, topu çox gözəl apardı. Oyundan sonra ona baxmamışam heç də. Yəni quizdə baxdığımda. Apardı. Mən də qışqırıram. Ala davay, davay. Hə, ötürmə verdi sala. 2-0 gol qışqırmışam. Zaman da mən baxıram başdan xarab neyinir? Mən də qışqırdım orada. Yəni həqiqətən qışqırılası emosional şəkildə qeyd edilməsi. Mən harda olsaydım, belə deyə də yas istisna təbii ki, bu cür bədbəxt şeyləri istisna. Harda yetim yesir var, sevirik də. Yəni həm o, həm də mən Argentinaya qarşı çox simpatiyam yoxdur. Cənubi Amerikalılardan çox heç simpatiyam olmayan millidir. Baxmayaraq ki, Messi var o komandanın, amma yenə bayaq dediyim o çirkinlik məsələsini bacarırlar deyə uşaqlıqdan gələn bir antipatiyadır bu. Cənubi Amerikalılara qarşı, nəinki Argentina hamısına qarşı belə də. Qaldı ki, bu məsələyə 1-0-dan sonra baxdım qol ləğv edirlər, qol ləğv etmək istəyirlər. Mənə də foul kimi gəlmədi. Baxmayaraq ki, foul idi. Yəni əslində qayda pozuntusu var. Var. Amma məsələ burada bilirsiniz nədir? Hər epizoda yavaşladılmış kameradan baxmaq, kadrlarına baxmaq, o futbol ehtirasını öldürür. Ehtirasdan da Və o qol Argentina vursa, hakimin qərarını da çox təsirləndirir. Bax, axan oyunda epizoda baxmaqla yavaşladılmış slow motionda baxanda daha dramatik effekt verir. Elə bil ayaq qırılacaq kimi. Bəli, hər bir epizod çıxarmaq var oradan. Qırmızı da vermək var. Baxmayaraq ki, adi bir toxunuşdur. Eynən. Ona yaxınlaşdırılmış, yavaşladılmış kadrına, slow motion'a baxmaq. Bütün epizodlar bu dünya çempionatında yavaşladılmış formada göstərilir. Yəni demək olar dünyada da elədir. Hər yerdə elədir. Var bu şey budur. Amma mən belə deyim də, o qol Argentina vursaydı, yəni bu qədər baxılardırmı? Yəni açığı əmin deyiləm. Deyəsən səhv etmirəmsə Avstriyanın oyunda bu cür epizod olmuşdu. Avstriya buraxdığı birinci qolda Argentina-Avstriya maçında. O qol sayılmışdı açığı. Yəni düzdür, nə qədər yaxın epizod idi deyə bilmərəm, amma baxıb baxmadan qolu verdilər də, belə deyək. Həyasız komanda oxşayır Argentina. Argentina həyasız komandadır. Biraz deyirdilər ki, bir yerdə oxudum, bir 5-10 dəqiqədə belə geçsin, siz Argentinanın və Messinin həyasızlığına baxın. Niderland oyunda görmüşdük. Məni təəccübləndirmir, bacarmalısan bunu.
Yəni həyasızlığı da bacarmalısan. Bu Argentinanın böyük üstünlüyüdür. Yəni işlər yoluna getməyəndə bunu eləməlisən. Yəni Braziliya bacarmır, amma Argentina çox yaxşı bacarır və qazandıqları 3 dünya çempionu üçündə də belə olub da. Həyasızlıqla. Maradona var, o Kempesləri, Messiləri olmağına baxmayaraq, yəni işlər düyünə gedəndə ya diktator dövrəyə girib, ya tanrılar dövrəyə girib, ya da ki belə xaotik mühit dövrəyə girib, amma bacarırlar. Bacarırlar həqiqətən. Bu da böyük bir üstünlükdür. Yəni fərasətləri çox yüksəkdir. Eduardo Galeano'nun deyəsən kitabı var bundan bağlı. Var. 2 illi üzlü mələklər kitabı. Argentina bax hissiyatında var ya. 58-ci ildə dünya çempionatında Çexoslovakiya 6-1 uzandan sonra Argentina tamamilə bu gözəl futbolunu əl çəkdilər. O da baş məşqçi Guillermo Stabile idi. Stabile özü də 30-cu ildə dünya çempionatında bombardırılmış bir futbolçu olmuş. Yəni gözəl futbol oynayan Argentinalar var idi. La Maquina var, onların River'in beşliyi. Yəni həqiqətən də o River Plate'in timsalında Argentina o dövr gözəl futbol oynayan bir milli idi. Elə yazılanları əsər təbii ki görməmişik. Amma ondan sonra Argentinadan yəni biraz 78 tərəflənir. O Menotti'nin futbolu, romantik futbol, daha hücum meyilli futbol. Amma Bilardon futbolu 86-dan sonra üstündə o pragmatik, cansıxıcı futbol Argentinada var. 2014-də belə olsa gəldilər. Cansıxıcı futbolla finala gəldilər. 2022-də daha yaxşı idilər açığı. Amma belə bu Argentinanın qanında var bu cür həyasızlıq. Amma Misirlə maçda məncə ən böyük problem Misirin son 10 dəqiqədə oyunu belə verməyi idi. Yəni ikinci qol vurmusan, bütün psixoloji üstünlük sənin üzərindədir və sən sınmayıb ikinci qol vurmusan. Demək olar ki, eyni qol vurmusan. Oyun səndədir, sən mənə eləyirsən, son 10 dəqiqədə oyunu verirsən. Bayaq qeyd etdiyi Braziliya olsaydı burada yəqin ki Misir uduzardı. Bu səviyyəyə dözə bilmədilər sanki. Özləri yaratdılar. Çox emosional oldu. Çox emosional oldu. Argentina da emosional idi. Argentina məncə emosional deyildi. Donmuş kimi gəldilər. Şokdaydılar. Çünki 1-0-dan sonra çox az komanda vardı ki, ikinci gol vursun. Misir o gücü özündə tapdı. Hətta 3. də yəni sayılmasa o da bir şok etdi. Çünki arada bir məsafə fasilə var idi. Oldu və Argentina o səviyyədə oyunu çıxarmağa qeyd olunmalıdır. Hakim epizodları, detallar biraz bayaq qeyd etdi onu. Amma mənə biraz qəribə gələn nə oldu? Misirin futbolçuları çox ekstra reaksiya verdilər. Baş məşqçi, Hostomason ümumiyyətlə başa düşmək olardı. FIFA-ya qədər sapladılar. Ləzzət elədi biraz. Mənə çox ləzzət elədi. Infantino'nun da biraz arxasından başa yaxşı tərsinə oynayır ha, yoxsa gördün onun mimikalarını, bəzi qollara, bilmədim fake mimikalardır nədir, amma biraz hissləri sanki gizlətməlisən o pozisiyada. Bu yayılmış bir məsələdir. Messi'nin yayılsın problem deyil, amma biraz hissləri yayılmaq necədir? Yəni belə yayılmaq dediyi bu ifşa kimi çıxır biraz. Münasibətdə yayılır kimi amma yox yəni təbii ki Messi və Argentina belə şey ehtiyacı yoxdur məncə. Hər nə qədər bu danışılsa da mediada Argentina daha yaxşı futbol nümayiş etdirdi son 10 dəqiqədə. Lazım onu elədilər. Bir də mənə maraqlı gəldi. 2-2 idi hesab və Misir həm bu təqdirə layiq bir şeydir. Misir oturmadı arxaya. Yəni heç heç sıxmadı. Onsuz yorulmuşdular. İstədilər oyun taleyini həll etsinlər, olmadı amma 90 plusda 93-cü dəqiqədə o cür əks-hücum yemək çox absurd gəldi mənə. Bir də deyəsən 2-2 olandan sonra hamı bildi ki, oyun uzanmayacaq. Elə bil mən sıxırdım. 5 dəqiqədə həll ola bilər. Mən Kuizonla sıxırdım ki, oyun uzansın, heç heç yazmışdım deyə. Çox əmin idim, heç heç olacaq. Mənim kimi düşünənlər də var idi. Elə Argentina bu arada Messi'nin ikinci goluna da bu dəfə qol uzaq qışqırmışam orada. Ailəmi qatmışam bir-birinə. Əynində İngiltərə forması. Bu niyə belə rəxit eləyir də burada? Biraz pis oldu Messi'nin o cür uduzmasına, amma biraz da emosional, mən də emosionallaşdım ki, niyə bu qədər belə olur? Salahın o penalti epizodunda verilən reaksiyalar daha çox partladı. Salahdan başqa heç o epizoda reaksiya verdi. Yox idi penalti orada. Yəni yavaşladılmış kadrla baxılsa penal vermək olardı. Necə ki şeyə baxdılar, amma Salah pis yıxıldı. Salah belə deyək də, penalti qazanacaq epizod hərəkət eləmədi orada. Yəni penalti qazanmaq fikri yox idi Salahın orada. Dümdüz yıxıldı adam eləcə. Ona penalti verilməz təbii ki də. Ayağını ilişdirdi, ilişdirmədi. Yenə deyir, bənzər epizod olsa Argentina qarşı necə davranırlar bilmirik, amma burada məncə də sonradan baxanda görünür ki, penalti yox idi. Və Salahın özü də buna etiraz eləmədi. Bu da məlum məsələdir. Amma Ostamasyandan tutmuş Mustafa Ziko'ya qədər hamısı bu oyun başa düşmək var.
Yəni, Yandılar da. Çox yaxın idilər. Pis oldu. Yandırlarına deyir Və biraz. dünya çempionuna qarşı da Çox pis elə belə yandılar komanda. və özlərini yandırdılar belə bu Yaxşı da açıqlamaları. oynamışdılar da belə təsir. Yəni belə kontratakada. Yəni yaxşı oynamışlar dediyimdə mundial nəzərdə tutmuram. Bu Həmin son oyunu oyun- yaxşı Həmin oynamışlar. oyunu nəzərdə tuturam. Yalnız da Hostamaslanla bağlı bir şey demək istəyirəm. 2 gündən sonra sosial şəbəkəni bir-birinə qatmışam ki, Hostamaslan halaldır. Əkizi də var yəni. Əkizdən indi copy pastları var onların. Yəni yığışırlar orada talpa şəklində. Biri belə edir, biri belə edir, biri belə edir. Yəni hər cür əl qurarəti ilə bəlkə biz də orada olsaq bizə də əl qol atardıq. Gattuso kimi adam deyirlər ona belə Gattuso qeyrət edir. Hostamaslan o qədər haykü saldı ki, adam yəni belə deyək də, bunu düzdür sosial şəbəkədə paylaşmışdım. Belçikanın oyunda hakim quzaqladı ki, penaltı verdi. Yəni göstərdi ki, Belçikanın oyunçusu, Missin oyunçusu tutub saxlayır. Deyəsən İmam Aşur idi. Ya da Ziko idi. Orada penaltı qazanmaq üçün, penaltı tələb etmək üçün hakimi quzaqladı. İranın oyunda hakimi yalvardı ki, get vara bax. Qarabağda hakim qol ləğv edir. Misir 3-cü kimi yox, 2-ci kimi çıxdı o qrupdan da. 3-cü kimi çıxsaydı desən İngiltərə ilə düşürdü. İran kimdən düşdü? İran heç kimdən. İran qismi kimi, daha doğrusu İran gedirdi şey tərəfə, İngiltərə tərəfə gedirdi. Cəhənnəm tərəfi. Amma Misir 3-cülərdən desən ABŞ-da oynayacaqdı, səhv etmirəmsə. Amma orada məsəl üçün hakimə yalvardı, hakim qolu vara baxsın, vara baxıldı, qol ləğv edildi, səcdəyə getdi. Sonra ən məsələsi nə oldu? Avstraliya oyunda oldu, penaltidən qabaq adam Mbappé penaltilər göstərir futbolçularına. Avstraliya orada qapıçı dəyişir, oyunçu dəyişir, penaltı vursun. Bu adam bir dənə diktator Mbappénin videosuyla işte məsələn həll elədi də. Diktatorun cəhdi də vardı, tutdu Avstraliyanı Misir keçdi. Amma bu cür belə futbolun temalarından gəldilər, Argentina qarşısında futbol oynadılar. Qeyd olunmalıdır. Mən gözləmirdim həqiqətən də alqışlamaq lazımdır. Həm Hostamaslanı, həm o copy pastlarını, həm onun haykülərini mənə ləzzət verdi. Bana deyir Paragvay kimi komanda olmalıdır. Hostamaslan ki baş məşqçilər də olmalıdır. Yəni hər kəsən centilmeni gözləyə bilməlisən. Bunu yaşayan adam olmalıdır. Etiraz etməlidir, ailəmi bir-birinə qatmalıdır. Yəni yaxşı ki belə məşqçilər var. Hostamaslan Misir üçün çox vacib bir şəxsdə futbol adına. Məşqçi kimi də çox yaxınlaşmışdılar həqiqətən də. Argentinanı saxlamağa, saxlasaydılar həqiqətən tarixi bir şey vardı. Pis oldular. Biraz da bunu başqa şeylərə bağladılar. Fələstin temasına, İsrail temasına ki, İsrail bayrağını görə dəli oldu təzədən. Fələstin bayrağı ilə bu arada qeyd eləmişdi Avstraliya üzərində qələbəni. Onlara əsir etmişdi. Yaxşı bir aura ilə getdilər mənə görə. Səni istəyirəm bir digər 8-də 1 oyununu aparım. Xüsusilə səhv xatırlamıramsa dedin ki, Kolumbiya nə qədər hücum futbolu oynasa da, maraqlı olsa da, İsveç onlara tərs komanda kimi gələ bilər. Bu fikir var idi səndə və maraqsız saymaq olardı oyunu biraz, amma yenə də penaltilərdə talih həll olundu. Mən bir istisna nə çatdı, belə deyək də. Kolumbiya bu mundial cəmi bir qol buraxdı. O qolda onları Özbəkistan vurdu. Kolumbiya deməli Konqonu sürüdü, Demokratik Konqonu sürüdü, Portuqaliyanı sürüdü, Qananın oyunu apardı, çıxartdı. Qəribə gələn oydu ki, məsəl üçün bu cür hücum futbol oynayan komanda cəmi 5 qolla getdi. Daha çox qol vurmalıydılar. Bəlkə 4-5 dənə Konqoya vurmalıydılar, 2-3 dənə də Portuqaliyaya vurmalıydılar ki, qol da vurdular Davinson Sanchez'in belə deyək də pedikürü ofsayta düşdü də o oyundan sonra Nestor neydi onun adı, baş məşqçinin adı? Kolumbiya baş məşqçisi onu dedi ki, yəni gələn dəfə deyəcəm ki, pedikürə getsin. Nəsə də. Amma ofsayda düşməsin. Kolumbiya yenə alınmadı. Yəni yenə alınmadı deyəndə 2014-də də Braziliyaya qarşı çox yaxşı oynamışdılar. 2018-də də İngiltərəyə qarşı çox yaxşı oynamışdılar. Orada penalti uduzmuşlar. Orada da penalti uduzdular. 2022-də deyəsən yox idilər. Bu qrupdan lider çıxıb bura düşmək və burada oynamaq, bəlkə o tərəfdə olsaydılar daha yaxşı oynayacaqlar bəlkə də. Daha ikinci komanda kimi oynadı, amma hər bir halda Kolumbiya yaxşı futbol oynadı. Sadəcə İsveçrəyə qarşı, İsveçrədə kley komandadır. Argentinaya tərs gəlir. Hətta Argentina keçib İngiltərə ilə düşsələr belə məsəl üçün, İngiltərə üçün ağır olacaq bir oyun. İsveçrə oynamaq hər bir halda çətindir. Amma yenə də bir Kolumbiyanın İsveçrədən keçəcəyini fikirləşirdim. İsveçrənin bəxtsizliyinə görə. Bu bədbəxt komandadır İsveçrə dünya çempionatları tarixində. Həmişə nəsə çatmayıb onlarda. 2006-da qol buraxmadan getdilər dünya çempionatından, uzaqlaşdılar, mübarizəni dayandırdılar. 2010-da İspaniya tutdular dünya çempionatının açılış maçında. Qrupda qaldılar. Hondurası da mədlər məsəl üçün həmin qrupda. 2014-də Argentinanın, yəni o oyunda gedirdi penaltiyə, Messi bir ötürməklə həll elədi. Orada da 120-ci dəqiqədə dirəkdən dönən epizodu var.
o məşhur ay bilirmi Cəmaili məsələsi var İsmail Abdullayevin şərhçiliyində. Orada dirəkdən, oradan sonra belə utancı kimi hücuma atılmışdı İsveçrə. Həmişə hörmətli gedirdi İsveçrə dünya çempionatından. Uğursuz şəkildə gedirdi. Böyük turnirlərdən ümumiyyətlə penalti vura bilmədən gedirdi. Penalti seriyasında qələbələr yox idi, amma bu dəfə bacardılar və düşdülər Argentinaya. Oradan davam eləyək, çünki bu Argentinanı İsveçrə keçə bilər. Yəni demirəm keçəcək, amma yəni Argentinanın son 2 oyununa baxanda, Capo Verde ilə oyuna və son oyun Misir ilə oyuna baxanda İsveçrənin yarımfinal xəyalı, yəni Murat Yakın içəri girib bəs yarımfinala çıxa bilərik uşaqlar hissini deyəndə məncə çox da uzaq bir fikir kimi gəlməz. Ən azından ümid tərəfi də olacaq mənə elə gəlir. Yəni dağlar qədər fərq yoxdur. Tək ondan fərq Messidir. Tək fərq Messidir. O komandada Messi yorulmuş Argentinada özdə. Yəni əslində İsveçrə də yorulub. Belə deyək, eyni gün oynayıblar onsuz da. İsveçrə daha gec oynayıb. Messi çıxar Argentina ilə İsveçrə arasında çox fərq yoxdur. Hətta Argentina daha aşağı səviyyəli görünür İsveçrənin yanında. Bu İsveçrənin yanında təbii ki. Futbol ənənə demirik. İndiki mundialdan söhbət gedir. Amma yəni Messi olan komandanı da deyə bilmirsən də rahat ulduzlar mübarizəni dayandırar. Mənim fikrimcə İsveçrə keçəcək. İddialı səslənsə də, hətta 90 dəqiqədə həll oluna biləcəyini düşünürəm, amma İsveçrə keçə bilməsə təcrübələnmərəm. Çox tərs komandadır. Murat Yakın da özü neçə ildir artıq İsveçrədədir. Vladimir Petkoviçdən sonra deyəsən milli komandaya gəldi. Mübarizəni dayandırırlar, çempionlar hər birində uğursuzluqla üzləşirlər. Bir dənə 6-1 Portuqaliya uzmuşlar 2022-də. O da məlum məsələ. Müəllim yox idi heyətdə deyə Portuqaliya 6 dənə vurdu. Yenə deyəcək ki, başladı. Əslində Argentina incidə biləcək komanda. İlk cətdə rəqibi həqiqətən də İsveçrədir. Dilləri yolu rahat idi. Həqiqətən yolu rahat idi Argentina, amma burada artıq ciddi rəqibdir. Argentina bunu da keçsə halaldır. Yeri gəlmişkən biz artıq bu buraxılışı çəkirik və yayımlanandan sonra bu gecə Fransa Mərakeş oyunu ilə bir yerdə 4-1 final mərhələsinin oyunları başlayır və biz proqramı yayımlayanda artıq yarımfinalçılar da məlum olmuş olacaq. Sadəcə çox hələ ki baş verməyib deyə oyunlar, çox böyük iddialara, analizlərə ehtiyac yoxdur. Mən daha çox sevirəm oyunlar bitəndən sonra geniş-geniş üzərinə danışmaq, amma yenə də biraz paragraf aça bilərik məncə. Mən oyun deyim sənə istəyirsənsə, sən oradan davam eləyərsən. Norveç İngiltərə ilə başlayaq istəyirsən 4-1-in yəni ilk oyunu deyil, amma mənim qeydlərimdə ilk onu qeyd almışam. Norveç İngiltərə nə gözləyirsən bu oyuna? Norveç İngiltərə, mən İngiltərənin qələbə qazanacağını fikirləşirəm. Norveç baxmayaraq ki, Braziliya məğlub elədi, amma yaxşı futbol oynamadı. Təbii ki, yaxşı futbol oynamalıdır, amma Braziliyaya qarşı üzülməyə də heç kim bunu qabartmayacaq ki, niyə Braziliyaya qarşı pis oynayıb udursan, nəticə etibarilə Braziliya udursan. Bu arada yadımızdan çıxdan qeyd edirəm, Braziliya yenə uduzmadı Norveç. 5 cəhd, 3 qələbə, 2 keçə. Norveç uduzmadı. 5 oyunda uduzmur. 5-ci cəhddə Norveç udan bir komanda var, Azərbaycandır. Eşqos. Eşqoslu milli komandamızda. Bu arada Norveçin İngiltərəyə qarşı xəyal qura bilər, gələk yenə də eyni İsveçrəyə kimi. Onların da məndə xəyal qurma haqqı var. Ola bilər, niyə də olmasın? Çünki Norveçin İngiltərəni keçməyi çox anormal bir şey olmaz. Heyətin elə Hollanda, Odegaardda İngiltərədə oynayır. İngiltərə futbolunu bilən adamlardır. İngilislər də bunları bilən adamlardır əslində. O da eyni tərəfdən var. Amma Tuchel aspektindən baxanda məsələyə mən İngiltərənin şanslı görürəm. Yəni həm də azərkeş olaraq da yaxın istəyirsən ki, İngiltərə. Yox, açıq azərkeş olaraq düz istəyirəm, amma futbol olaraq məsəl üçün neytral yanaşsaq, realist yanaşsaq əlavə vaxt gözləyirəm. Hətta əlavə vaxt ola bilər. Norveçin müdafiəsini yara bilər amma. İngiltərədə çox baxımlı hücum futbolu oynamır da. Lazım gələndə vururlar, amma yəni ehtiyac olanda da çətin olacaq İngiltərə, çox çətin olacaq məncə. Yəni asanlıqla olsa təcrübələnərəm. Baxmayaraq ki, Norveçin müdafiəsi bərbaddır. O bərbad müdafiə ilə Braziliyanı keçdilər məsəl üçün. Bu da Braziliyanın ayıbı olsun. Amma qapıçı da çox başqa səviyyə oynadı. Çox haqqı verdi. Tək penalti yox, çox bir neçə epizodda haqqı verdi. Nələr çıxartdı? Yəni Aylanda halaldır. O tərəfdə Pickford var. Pickford da yaxşı oynamışdı əslində Meksika oyununda. O super seyvləri var idi. İngiltərə keçməli idi. Yəni burada ilişməli deyil. İlişsə təcrübələnirəm. Hətta biraz da pis oluram. Biz bayaq İspaniyadan biraz az danışdıq. Bəlkə də Belçikanın oyunda hər iki komandanın da biraz açmaq olar. Bu da maraqlı bir qarşılaşmadır.
8 komandadan 6-sı Avropanı təmsil edir və burada da çox belə oxşar olmasa da belə isti futbolun izlərini görə bilərik hər iki komandadan bəlkə. Nə düşünürsünüz İspaniya Belçika haqqında? İspaniya hələ qol buraxmayıb. Artıq 4-də 1-ə gəlmişik. Yəni qələbələr bir keçirsə Cabo Verde ilə qalan oyunları udublar, qalib gəliblər və qol buraxmadan qalib gəlirlər. Heç şeylə oynadı Portuqaliya, amma Merino səviyyəsindən çıxartdılar. Orada İspaniya haqqında İspaniya klassik favoritlərdən biridir. Turnindən qabaq ən böyük favorit qismində ilə İspaniya görülürdü Fransa ilə birlikdə. Belçikanı məncə keçərlər Belçikanı. Belçikanı ki, bura qədər bəsdir. Açığı. Yəni hətta mən belə fikirləşim, biraz şablon qəribə səslənə bilər. Əgər burada ABŞ gəlsəydi İspaniya qarşısına, İspaniya üçün daha çətin olardı məncə. Çünki İspaniyanın bir tilsimi var. Ev sahiblərinə qarşı uğursuzluqları var. 2002 Koreya, 2018 Rusiya. Yəni daha əvvəllər də hansısa mundialdan birində olub belə bir şey. 50-ci ildə isə Braziliya olmuşdular. Problemlər böyük ola bilərdi Amerikaya qarşı, amma Belçikanın məncə Belçika qarşısında dayanmaz. Bəlkə yenə maraqsız yox, can sıxıcı bir 1-0 ola bilər. Yəni İspaniya qol buraxmaz məncə yenə ya da rahat olar bəlkə Belçikanı, amma Belçika ən yaxşı oyunu Amerikaya qarşı oynadı. O da bura qədər də Belçika futbol oynamamışdı. Onu da qeyd edək. Senegalın oyundakı gedirdi əldən. Senegal sağ olsun oyunu itirdi. Bu arada oyunu itirmək demiş 85-ci ayından sonra bir neçə komanda Afrika komandası mundialdan vidalaşdı. Elə bir məşhur bir detal var. oyun var. Tunis Mali oyunda hakim oyunu 85-ci ayda bitirir. Düşün ki, o şey DÇ-də olsaydı, mundialda olsaydı Afrika komandaları Yola davam edir. mundialı Afrika Millətlər Kubokuna çevirəcəkdilər. 85 dəqiqə futbol davam etsəydi Afrikalılar finala çıxardılar. Ya zarafat ya cidden həqiqətən idi. Senegal orada itirməsəydi Senegal aslında burada olmalıydı. Amma Senegal da ABŞ keçə bilərdimi? O da ayrı məsələdir. Rəqiblərdən rəqiblərə fərqi var. Köklənmə fərqi var burada. Amma İspaniya ilə Belçika oyununda sürprizdə imkan verməyəcəyim fikirləşirəm. Verməməlidir də məncə. Yəni açıq çox təəccüblənirəm İspaniyanın Belçikaya məğlub olmasına. Mərakeşin Fransanın keçməyi bayaq dediyim kimi fantastik var. Məncə Fransa bir yolunu tapıb əlavə vaxtında olsa belə, penalti olsa belə keçməlidir. Yəni çünki həm ona layiqdilər. Fransa çempion olsa heç kim deməyəcək ki, niyə Fransa çempion oldu? Yəni 2000-ci Braziliyası kimi, 70-in Braziliyası kimi düz, yəni 70-in Braziliyası ayrı məsələ. Amma o dominant çempion olan milllər oraya. Elə 2018 Fransanın özü, 2014 Almaniyanın özü. Yəni, heç kim deməz ki, niyə bunlar çempion oldular? Amma digər komandalar çempion olsa quf qoşula bilər. Ən çox da elə Argentinaya, məlum temalara görə. İngiltərəndə çox adam görmür, amma məncə finala qədər yolları ola bilər. Amma Fransa İngiltərə finalı olsa maraqlı olar. Fransa Argentina finalı olsa maraqlı olar təkrarlansa. Amma o tərəfdə də Fransa məsəl üçün keçsə bu gün Mərakeşi, İspaniya oyunu necə oynayacaq? Yəni İspaniyanın daha ağır olacaq təbii ki Fransa üçün. Kaş Mərakeş keçsin bu növbəti bir underdog hekayəyə görə. Həqiqətən Mərakeşin Fransanın keçməyi underdog olar. Amma oynaması yox. Yəni belə deyək də bir qəribə səslənə bilər, amma Mərakeş Fransaya qarşı yaxşı futbol oynamağı gözlənilir. Amma keçməsi biraz nə qədər realdır. Olsa kaş ola. O tərəfdə də bilək ki İngiltərəmizin yolu rahat var, amma yenə də tələsməyək bununla bağlı.